Paylaşdığımız sualların birinin izahına baxaq. Əvvəlcədən onu deyim ki, mənə elə gəlir filoloqların çoxu imtahanlarda savad məsələsini böyük ölçüdə həll ediblər. Yəni faktoloji hissəni bilmədikləri şey demək olar ki, yoxdur. Amma məsələ sual tiplərindədir. Həm sualın məzmunu ilə bağlı məntiq, detal, diqqət məsələləri, həm də tip olaraq. Məsələn, belə bir tipi MİQ imtahanında da görmüşük. Bizim sınaqlarımızda da çox istifadə olunan bir tipdir. Hər halda görmüsünüz, işləmisiniz. Amma mənə maraqlı olan odur ki, bu tipi ilk dəfə görəndə həmin anda tələbə bunu həll edə bilirmi? Yəni, yeni bir tipi həll etmək lazımdır. Nədir məsələ? Məsələn, klaster, hamımız bilirik də, adi bir klaster versinlər bizə, bir dənə xanadan çıxartsın 3 dənə xana, biz biləcəyik bunu necə doldurmaq lazımdır. Amma buradan da bir dənə çıxaranda, buradan da bir dənə çıxaranda, bunları birləşdirəndə nə etmək lazımdır? Onu həmin anda biz fikirləşib tapmağı bacarmalıyıq. İndi baxaq klasterə. Buradakı klasterin içərisindəki fikirlərə və variantlara baxdıqda görürük ki, 1 ilə 2-nin yerində obraz adları olmalıdır. 3 ilə 4-də isə fikirlər davam etdirilməlidir. Burada obraz adları Zəhrabəyimdir, sonra Azaddır və Niftalıdır. Mən birə elə bir obraz adı yazmalıyam ki, vətən üçün çox iş görmədiyini düşünür fikri ona aid olsun. Niftalıya aid edə bilərikmi bunu? Xeyr. Zəhrabəyimə aid edə bilərikmi? Xeyr. Orada elə bir fikir yoxdur. Amma Azad ölüm ayağında deyir ki, ona görə pis olmuram ki, ölürəm, ona görə pis oluram ki, vətən üçün çox iş görmədən gedirəm. Deməli, mən bura Azad yazmalıyam, yəni E. 3-ə elə fikir yazmalıyam ki, həm 2-yə aid olsun, həm 1-ə. 4-ə isə elə fikir yazmalıyam ki, təkcə 2-yə aid olsun. Deməli, 1-ə E gedirsəm, B getdim, C-də getdim. 2-yə A yaza bilərəmmi? Baxaq. Məsələn, tutaq ki, bura Zəhrabəyimi yazmışam, 3-ə onda gedir Ə. Ölüm ayağında düşündükləri mənəvi məsələlər hər kəs üçün xarakterik deyil. Bunu Zəhrabəyimə aid eləmək olmaz. Ölüm ayağında bir dənə deyir ki, yanında danışın. Bu, yəni, böyük bir, fərqli bir xüsusiyyət deyil. Düzdür, alt mənasına getdikdə başqa bir məsələyə gedib çıxmaq olar. Amma dediyi o deyil ki, yəni, heç kəs bunu eləməzdi ölüm ayağında. Amma Azad ölüm ayağında, bayaq dediyim kimi, vətəni üçün çox iş görmədiyini düşünür, anasını düşünür, ona deməyin, deyir, məni elə yerdə bastırın, o tay bu tay oradan görünsün. Həmçinin Niftalı, ölüm ayağında, yəni adamın ölümünə saniyələr qalıb, amma deyir ki, məni kələm vursun, kələmin gülləsindən ölüm, namərdin gülləsindən ölməyim. Deməli, biz bunu Niftalıya aid edə bilərik, Zəhrabəyimə yox. Ona görə 2-yə yazmalıyam C-ni. C-ni yazdıqmı? Deməli, bu da getdi. İndi 3-ə ya Ə yazmalıyam, ya da B. Ədə nə deyir? Hə, bayaq dediyimiz məsələ. B-də nə deyir? B-də. Mübarizə tərəfi uşaqlıq dostundan fərqlidir. Bunu 3-ə yaza bilmirəm. Çünki mübarizə tərəfi olaraq Azad uşaqlıq dostu ilə eyni cəbhədə idi. Amma Kərəmlə Niftalı uşaqlıq dostları baxımından yanaşdıqda qarşı tərəflərdə idilər. Deməli, mən bu uşaqlıq dostundan fərqlənir, bunu yazmalıyam Niftalıya, yəni sırf 4-ə. B-ni yazdıqmı bura? Ona D çıxacaq. 3-ə də bu Ə-ni yazıram, çünki həm E-yə aiddir, həm C-yə. Yəni, həm Azada aiddir, həm də Niftalıya. Baxın, bir qədər vaxt aparan bir test olsa da, konkret şəkildə gedib cavaba çıxmaq mümkündür. Yenə deyirəm, sabah burada bir dənə də buradan belə bir xana çıxartsa, bir dənə buradan belə bir xana çıxartsa, onu da tapmaq lazımdır. Yəni, səbirlə, mərhələ-mərhələ gedib o balı oradan, o sualdan almaq lazımdır.